Evet, qızıl balıq Hasan almışsın. Bunu heç vaxt almamışım. Niyə yalandan basın bağlayayım? Belə balıqsa da almışam ama qızıl balıq almamışam. Abi özüne bu temaların bitmir de. Burada qızıl balıq Allah'ın 20 dollaradır. Burada. Hə. Burada nem 100 manatdı, nem 150 manatdı neçədir burada. Bak. Bak. Dünən bütün gün ustada olmuşam canlı yayında. Bak ettim bak 9 saata bunu işledim. 20 dollara ne kadar qızıl balıq alabilirim? 296 dollar işlemişim. 20 dollar 34 manat edir də, düzdür? 34 martı neyse dollardı. Dollarla da hesabladı. Manada niye çevirsin? Manada çevirsin bu 300 dollar da manada çevir de 500 manat ediyor. Hı? Yani 500 manata 30 manatta ne kadar balık alabilirim? 500 manata 30 manatda. İndi satırsınız. Bak təsəvvür elə. Bu bunu təsəvvür elə. Heç nə pulun yoxdur. Ayaqqabın da su bırakır. 5 saattan da sonra yağış yağacaq. Qarnın da acıdır. Ben burası bunu təsəvvür elə. Ya bunu var gücündən təsəvvür elə. Bak. Bir de maşının var. Bir de akauntun var. Karnın adıdır, sigaretin yoktu. Bir de ayakkabın su bırakır. 5 saattan da sonra yağış yağacaq. Deməli işləyirsən. Birinci saati əsas karnını doydurursan. İkinci saati Ayağı alırsan. sigareti alırsan. Yarım saati, ikinci sigaretin yarım saatini edip sigareti alırsan. Üçüncü saatinden sonra geçsen ayakkabı alırsan. Dördüncü saatinde poluna bak benzini vursan. Beşinci saatinde de eve uşaqlara oyuncaqdan kukuruz alsan geçen eve. Necə olar? Allah. Sadece bunu xəyal elə, yəni belə qəribə bir şey. Burada yəni biz deyə nə Biz dedik? yeti belə ancaq kasıblar, ancaq xəyal eləyə yaşayırıq da qardaş. Allah and olsun. Bizimki ancaq elə xəyal qura yaşayırıq. İnsanlar gəlir deyir, misya istəyirəm. O qədər. Allah and olsun. Ben inanırsan ki, üzr istəyirəm. Bir iki dənə şərəfsiz var. Quran and olsun. 140 manatlıq mal alın məndən də. Elə nətər? Baxıram. Bir dəfə, iki dəfə gəldi, aldı, şirinləşdi də. Dedi ki, sabah göndərəcəm də 140 manatlıq mal. Verdim, getdi. 6 aydır Allah hamd olsun elə fırladı. O şərəfsizdir, dedim də şərəfsiz, düzdür. O pulu mənə 6 aydır fırladır. Kart atarsan mən o pulu verərəm. Yox, ehtiyac yoxdur, Allah kömək. Kart atarsan mən ödəyərəm. Bax, indi məsəl üçün, indi qalmışıq belə. İndi gedib vuracam, zibilə düşəcəm, düzdür. Kart atarsan mən verərəm. Bax, pulunu atacam, yox, qadınlarım, çox sağ ol, var olasan. Deyirəm də sənə, kart atarsan Yəni bir ki, yox. yəni ki, onları fikirləşmirlər, başa düşdü, hər özün fikirləşir. Bu günlərdə ancaq